gülür. Niyə Əli müəllim Kəmalə xanımın canlı ifalarını da bəyənir, özünü də Əli bəyənir. müəllimi özü bilmir, nə bəyənir. Deyirəm, mən Əli müəllimi aparacağım. Klasik operasiya edəcək. Estetik burun əməliyyatı aparacağım. Niyə Ondansa Narı apar xanım? məni bir dənə qoyun yaxşı cəlladın yanında. Niyə estetik əməliyyatı aparırsınız Əli müəllimi estetik əməliyyatı, burnu Əli müəllimi çox uzundur. Mənim. Hə, yəni demək istəyirsiniz ki... Burnum uzun deyil, mən bu küftabırınam mən. Əli müəllim, uzun nə deyir? Adı mən. Əli müəllim, əslində sətr altı sizə mesaj verir. El arasında belə bir söz var ki, deyirlər onun burnu çox uzundur, burnunu hər şeyə soxur. Uzun da olaraq küftabırınam mən. Yox, xanım sizə sətr altı mesaj verir əslində. Yox, indi həm uzun, həm küftabırın, ikisi də var məndə. Yəni Əli müəllim hər şeyə müdaxilə edirsiniz. Nəyə görə Narı xanım? Əli müəllim bu yaşına qədər bu burunla gəlib, çox gözəl, yaraşır, xarizması. Hər zamanda elə burnunun problemlərindən düşüb. Mən söz verirəm sizə Əli müəllim. Siz aparacağım estetik həkimə. Ay qız, sən bura oxumağa gəlmirsən, yoxsa əməliyyata gəlmirsən mənə?